Elektron təhlükəsizlik, kiber hücumlar, kiber dələduzluq mütləqdir ki, hər birimiz davamlı olaraq bu haqda məlumatlanaq, maariflənək. Çünki o istiqamətdə də elə yeniliklər gedir ki, biz ona çata bilmirik, izləyə bilmirik və kiber dələduzluğun qurbanı oluruq. Bu haqda danışacağıq. Qonağımızı dəvət edəyik. Sənan Vəlizadəni dəvət edirik. Sənan müəllim, xoş gəlmisiniz. Buyurun. Elektron təhlükəsizlik xidmətinin aparıcı məsləhətçisi Sənan Vəlizadə bizimlə bərabərdir. Sənan müəllim, çox suallarımız var sizə. Çünki hal-hazırda elə bir dövrdə yaşayırıq ki, bu süni intellekt demək olar ki, bizi biraz çaşqınlıq yaradır. Mütəxəssislər yalnız baxanda ayırd eləyə bilirlər bir çox yeniliklər, amma biz biraz çətinlik çəkirik. Elə bəlkə ilk sualı da bununla bağlı Əslində verir. çox yaxşı olar, bəli. Sosial şəbəkələrdə, internetdə gördüyümüz hansısa məlumatları, özəlliklə videoların süni intellekt olub olmadığını necə ayırd eləyə bilərik? Yəni, o saxta məlumatlardan söhbət gedir. Doğru qeyd etdiniz ki, texnologiya sürətlə inkişaf edir və bu sürətlə inkişaf etdiyinə görə paralelində həm bizə çox faydalı cəhətlərini gətirir, işimizi asanlaşdırır, gündəlik fəaliyyətimizdə insan əməyini minimuma endirir və bir də bunun neqativ tərəfləri var ki, bizə bu hər hansı bir zərər vurmağa çalışır bu yeni texnologiyalar. Çünki bu kimin əlinə düşməyi ilə bağlıdır həmin texnologiyanın. Əgər bizim niyyətimiz xoşdursa, bunu xoş vasitələr üçün istifadə edəcəyik. Əgər niyyətimiz xoş deyilsə, bunu mənfi bir vasitə halına gətirib çıxardacaq. Bu doğru qeyd edirsiniz ki, artıq son zamanlar sosial şəbəkədə, internetdə ümumiyyətlə süni intellekt əsasında hazırlanmış müxtəlif materiallar yayılır. Bunların da əsas məqsədi birincisi insanların fərdi məlumatlarının oğurlanması, ikincisi də ən çox rast gəldiyimiz insanların maliyyə vəsaitlərinin oğurlanması hallardır ki, gətirib yekunda buna çıxarır. Və yaxud ona yönləndirmədir. Bəli, yönləndirmədir. Deyim sizə, Azərbaycan televiziyası da bu problemlə üzləşmişdir. Xəbərlərin aparıcı Cavidin adından sanki bir məlumatın təqdim olunması faktını biz təqdim etdik. Təbii ki, bunun ardınca biz xüsusi bu məlumatları insanların diqqətinə çatdırdı ki, bunlar süni intellekt vasitəsilə düzəlmə, qurulma bir məsələlərdir. Yəni, bu tam bir məlumat deyil. Artıq onu ayırd etmək üçün mütəxəssis olmaq lazımdır. Və biz də bilirik ki, artıq müasirləşmə gedir, bir çox alınma sözlər var və o alınma sözlərdən biri də deepfake-dir. Deepfake-in əlamətləri nədir? Ümumiyyətlə, mən deepfake anlayışını sizə izah edeyim. Deep əslində ingilis mənşəli bir sözdür. Deep dərin, fake də saxtadır. Bunların birləşməsindən deepfake şəklinə düşüb. Deməli, süni intellekt artıq çox inkişaf edir. Əvvəlcə, məsələn, mətn yarada bilirdi, şəkil yarada bilirdi. Artıq süni intellekt audio fayllar hazırlaya bilir, səs fayllar hazırlaya bilir və son yekun halda video hazırlaya bilir. Deməli, bu proses necə işlənilir? Məsələn, sizin simanız götürülür hər hansı bir videodan və ya şəkillərdən. Bu süni intellektdə öyrədilir. Öyrədilmə prosesindən sonra sizin səsiniz də eyni ilə müxtəlif kəsitlərdə götürülür hissələrlə. Bu da süni intellektdə öyrədilir. Ondan sonra süni intellektdə hər hansı bir kontenti verdiyinizdə sizin simanızla və sizin səs tonunuzla bu video material hazırlanır deepfake texnologiyasından. Bunu da ayırd edə bilərikmi? Bəli, edə bilərik. Süni intellekt nə qədər inkişaf etsə də, yəni biz süni intellekt deyəndə insan beyninin yəni insan beyni var, biri var intellekt, biri var süni intellekt. Amma süni intellekt nə qədər inkişaf etsə də insan beyninə çata bilmir. Ona görə də bu emosiyalarda, üzdəki mimikalarda, hərəkətlərdə, əl-qol hərəkətlərində süni intellekt bunları o qədər də yaxşı alındıra bilmir. Ona görə biz videoya o gözlə baxsaq, biz oradakı problemli hissələri ayırd edə biləcəyik. Məsələn, danışdıqda dodaq hərəkətləri ilə sözlər üst-üstə düşmür, mimikalar üst-üstə düşməyə bilir. Və yaxud ən çox... Duyğu olmur. Məlumat var, informasiya var, duyğu olmur. Sanki bir sunilik orada olur. Həmçinin ən çox rast gəlinən video kəsilib hər hansı bir fona yerləşdiyindən qulaq nahiyələrində, burun nahiyələrində burada kadrlarda sürüşmələr hiss olunur, titrəmələr hiss olunur. Həmçinin o videolarda ilk nəzərə çarpan arxa fondur. Arxa fonda məsələn baxdığınızda bəzən çox qəribə faktlar ola bilir. Məsələn, avtomobilsə yarısı olmur, piyadadırsa məsələn bir ayağı olmur. Belə çox faktlar var ki, oradan biz ayırd edə bilirik. Amma ayırd edə bilməyənlər kiber təhlükəsizliyinin qurbanına çevrilir. Bəli. Və ona görə
də biz bu istiqamətdə gəlin mövzumuzu davam etdirək ki, kiber təhlükəsizliyin qurbanı olmamaq üçün nəyə daha çox diqqət etməlidirlər? Çünki məsəl üçün siz indi deyirsiniz, mən, Aytac, bizi dinləyən çox diqqətli tamaşaçılarımız var. Mən tamaşaçılarıma təşəkkürümü bildirirəm. Çünki mütəmadi geri dönüşlərini də biz bilirik. Artıq onlar da məlumatlandırdılar. Amma digər insanlar var ki, məlumatsızdırlar və verilən məlumatları, deyilən sözlərin hər birinə diqqət verirlər, önəm verirlər. Bunların doğru ünvan tərəfindən söylədiklərini deyirlər və bununla da artıq kiber təhlükəsizliyi pozmuş olurlar və kiber cinayətin qurbanına çevrilirlər. Nə edək? Mən fikrimə belə bir ifadə ilə başlamaq istəyirəm. Əvvəllər biz hər birimiz deyirdik ki, gözümlə görməsəm inanmaram. Bu ifadə var idi. Artıq elə bir dövrə çatmışıq ki, gözümüzlə gördüyümüzə belə şübhə ilə yanaşmalıyıq. Yəni bu sosial mediadan və ya digər mediadan gedir. Yəni buna hər bir məlumata biz şübhə ilə yanaşmalıyıq ki, burada hər hansı bir risk faktoru ola bilər. Məsələn, biz bundan qorunmaq üçün ilk öncə biz dəfələrlə demişik, bunu maarifləndirmə ən önəmli faktordur. İnsanlar, yəni düşünə bilən və maarifləndirilmiş insan bizdə kiber təhlükəsizlikdə bu, yəni qurban olma riskini minimuma endirəcəkdir. Yəni nə qədər çox efirlər vasitəsilə, mən deyərəm hətta məktəblərdə və digər qurumlarda, orqanlarda bu maarifləndirmə prosesi aparılsa, insanlar buna qarşı daha immunitetli, dayanıqlı olacaqlar və beləliklə bu bizim qurbanların sayı azalacaqdır. Kiber hücum üçün önləyici olaraq öncədən mən nələri bilməliyəm, nələri misal üçün şəxsi məlumatlarımı necə gizlətməliyəm ki, ona qədər də qurban olmayım? Bəli, bizim statistikaya nəzər salsaq, ümumiyyətlə bu maliyyə oğurluğu ilə nəticələnən bu kiber dələduzluq statistikasına baxsaq, bu statistikaya bir geri dönüş edib baxanda görürük ki, ən çox oğurlanan vəsaitlər insanların məlumatları üçüncü bir şəxslə, üçüncü tərəflə paylaşılması nəticəsində baş verir. Məsələn, insanlara bank adından zənglər olunur, hər hansı bir dövlət qurumu adından zənglər olunur, onlardan fərdi məlumatlar tələb olunur. Məsələn, siz risk altındasınız, maliyyəniz risk altındadır, buna görə bu məlumatları bizə verin. Bu kimi hallarda insanlar da panikaya düşürlər və bu məlumatları qarşı tərəfə ötürürlər. Bu məlumatlar ötürüldükdən sonra artıq gec olur, çünki bizim vəsaitlər oğurlanmış olur. Ona görə ən çox diqqət etməli olduğumuz məsələ bizim fərdi məlumatlarımızın qorunması məsələsidir. Bir daha deyirik ki, dönə-dönə deyirik ki, fərdi məlumatlarımızı mütləq biz təhlükəsiz saxlamalıyıq, paylaşmamalıyıq. Hətta bəzən belə faktlara da rast gəlinir ki, insanlar sosial medianı bilirik ki, aktiv istifadə edir, hər birimiz aktiv istifadə edirik və bu sosial mediada bəzən insanlar məlumatlar paylaşırlar. Məsələn, iş masasında olan bir şəkil paylaşırlar, orada hər hansı bir məlumat düşür, həmin şəkil ondan istifadə oluna bilər və yaxud sürücülük vəsiqəsi yeni alırlar, bunun şəklini paylaşırlar, düşünmürlər ki, orada bunların fərdi məlumatı var, məsələn, PIN kod, doğum tarixi, bu kimi məlumatlar var. Müxtəlif bunlardan da istifadə oluna bilir həmin şəxsə dələduzluq halının törədilməsi üçün. Buna görə ən birinci biz fərdi məlumatlarımızı qorumalıyıq, sonra digər, məsələn, iki faktorlu autentifikasiyanın aktivləşdirilməsi, parolların güclü parollardan istifadə edilməsi, bir neçə hesabda mümkün qədər fərqli parollardan istifadə edilməsi, yəni eyni parolun müxtəlif giriş vasitələri kimi istifadə edilməməsi. Deməli, deepfake kəlməsini işlətdik. Deepfakelərə qarşı görülən tədbirlər və yaxud texnologiyalar, yeni texnologiyalar və bu alqoritmlər necə işləyir? Bilirik ki, deepfake süni intellekt vasitəsilə yaradılmış bir həldir. Deməli, bunun üstündə süni intellekt dayanır. Demək ki, biz süni intellekt vasitəsilə bunu da ayırt edə bilərik. Biri var, biz mütəxəssis olaraq o həmin materiallara baxsaq, yəni ekspertiza, analiz aparırsa, bu ayrı bir məsələ. Biz toxunsaq ki, avtomatik aşkarlanması, bəli, belə bir texnologiyalar üzərində işlənilir. Bu deepfake materiallarının aşkarlanması tonunda. Məsələn, indiyə qədər aktiv istifadə olunan var, məsələn, mətn mesajlarında phishing deyirik, o saxtakarlıq məsələlərin araşdırması ilə bağlı süni intellekt algoritmləri, metodları bu var. Yəni, inkişaf etdiriləcək, deepfake üçün də həmin metodologiyalar inkişaf etdiriləcək. Mən düşünürəm ki, bunlar artıq sosial mediaya birbaşa inteqrasiya olunacaq. Yəni, həmin məsələlər varsa, deepfake məsələləri varsa, bu birbaşa paylaşılmasına icazə verilməyəcək. Çox sağ olun gəldiyiniz üçün. Minnətdarıq ki, suallarımızı cavablandırmaq üçün insanlarımızı, tamaşaçılarımızı maarifləndirdiniz.
maarifləndirmə üçün dəvətinizi qəbul edib gəldiniz. Təşəkkür edirəm və mən də xatırladım ki, təşəkkür edirəm. qonağımız Sənan Vəlizadə elektron təhlükəsizlik xidmətinin aparıcı məsləhətçisi idi və aytacı da təşəkkürlər bildirirəm ki, mən o sualımdan əvvəl artıq maariflənmə ilə bağlı sualını təqdim elədi və bu cavabı da söylədi. Bəzən elə olur ki, biz banklar olsun, hamının çox istifadə etdiyi böyük mağazalar şəbəkəsi olsun, məişət texnikalarını satan mağazalar olsun ki, onların məhz loqoları ilə bərabər insanlara müraciət edib və bu zaman da onları aldada bilərlər. Çox diqqətli olmalısınız. Odur ki, Sənan bəyin söylediyi hər bir məqama xüsusi diqqətlə yanaşmalıyıq. Çox sağ olun gəldiyiniz üçün. Təşəkkürlər Sənan. Bir də son Çox olaraq sağ bir olun. şey Buyurun. diqqətinizə çatdırmaq istəyirəm ki, bu məlumatların əslində yayılmasında bizim insanların, cəmiyyətin çox böyük rolu var, mənfi rolu var. Necə ki, məsələn, həmin məlumat yayıldıqdan sonra insanlar o məlumatları dəfələrlə paylaşmağa çalışırlar. Bu da ki, həmin məlumatların auditoriyasını genişləndirir. Bundan da çəkinmək lazımdır. Vətəndaşlarımızdan bir daha xahiş edirik ki, bu kimi məlumatlar gördükdə onu paylaşmaq yerinə şikayət etsələr sosial mediaya, onlardan daha az insan zərər görər. Çox sağ olun. Çox sağ olun Minnətdarım. Bu Sənan bəy. çağrışınızı da Təşəkkürlər. səsləndirdik. Bəli.